Ramiz Mehdiyev həcc ziyarəti eləsə günahları bağışlanarmı? Dostlar, baxın, kimin kimliyindən asılı olmayaraq həcc ziyarəti eləməsi günahların bağışlanma məkanı deyil. Ora günah yuma aparatı deyil. Həmin o günah yuma coğrafi ərazisi deyil. Və yaxud da o ərazidə yaşayanların hamısı süddən çıxmış ağ qaşıq deyil. Peyğəmbərin dövründə belə orada yaşayan insanlar var idi ki, peyğəmbərin özünə belə zülmlər verirdilər, işgəncələr verirdilər. Yəni bu günləri biz fikirləşirik ki, indi həcc elan edildi. Nə bilim 6000 neçə yüz dollar. Üstəgəl orada bu sadəcə getmək, gəlməkdir və yaxud da səhər yeməyi daxildir. Oradakı əlavə xərclərlə bir yerdə hardasa 15.000, 16.000, 17.000 manat vəsait tələb olunur. Bunlar da təbii ki, mən minimumlarını qeyd eləyirəm. Bir insan var, getmək istəyir, getsin. Amma bu Allahın buyurduğu həcdimi? Təbii ki, xeyr. Məsələn, həccə getsəniz biləcəksiniz, həccə və yaxud da ümrəyə. Gedirsiniz orada, neynirsiniz? Deyir ki, təvaf elədiniz Kəbənin ətrafında. Sonra neynirsiniz? Güya məqam İbrahim bu boyda belə bir yerdir. Onun arxasında 2 rükət namaz qılmaqdan ötəri insanlar bir-birinə az qalır tapdalayır. Bəziləri Həcərül Əsvəd deyilən o qara daşı öpməkdən ötəri bir-birinə zülm verir, əziyyət verir, işgəncə verir həqiqətən bəzən. Bilərək və yaxud da bilməyərək. Sonra neynirsiniz? Zəmzəm suyundan içirsiniz. Sonra da Səfa Mərvə deyilən həmin o təpə kimi, dağlıq ərazi kimi təqdim olunan mərmərlərin üstündə gəzirsiniz. Orada nə dağ görürsünüz, nə bir şey. Sadəcə müəyyən bir yer düzəldibdilər ki, bu dağ olub. Orada da həmin o Qurani-Kərimdən ayəni qeyd edirlər. Səfa və Mərvə Allahın şüarlarından bir şüardır deyə. Sonra orada gəzirsiniz, yaşıl bölgədə az-maz qaçırsınız. Orada da 7 dəfə bunu eləyəndən sonra saçınızdan müəyyən bir hissəsinin kəsilməsi ilə bu umrəni yerinə yetirmiş olursunuz. Ondan sonra Minada getmək, sonra orada Arafatda olmaq, dua eləmək, sonra təzədən Muzdəlifəyə gəlmək, sonra da şeytan daşlama deyilən məsələdə daş atmaqla bu da həcc anlayışını bitirmiş olursunuz. Yəni həqiqətən bunu dəfələrlə fikirləşirdim. Belə bir həcc ola bilərmi? Bu həcc deyil dostlar. Yəni bunu eləyəndən sonra da mən burada nə qədər günahlar eləyirəm. Ona görə də peyğəmbərin adından da müəyyən hədislər, rəvayətlər uydurulub ki, gedən insanlar orada gül kimi qayıdacaqlar, süddən çıxmış ağ qaşıq olacaqlar. Heç bir problem yaşamayacaqlar və sair. Sonra da bəziləri gəlir, bunu davam elətdirirlər. Müəyyən bir müddət deyir ki, gəlib yaşayır 1 il ərzində həcc ərəfəsinə qədər, bu həccdən digər həccə qədər deyək ki, aldığı rüşvətlər olur. O rüşvətin %1 ilə təkrar yenə də həccə gedərək bundan elə bil bir növ öz günahlarını